Herkese hamdülillah kanalıma videoma hoş geldiniz. Ben yeni bir videoda karşınızdayım. Video geçmeden ve kanalda destek için abone olabilirsiniz. Videomu beğendiyseniz like atabilirsiniz. Həmçinin Telegram kanalımızın linki şərhlərdə olacaq. Oradan daxil olaraq kanalı takip edərək şəxsi analizlərimə və alış-satış siqnallarıma, yəni kriptovalyutalar səhmlərinin alış-satış siqnallarına daxil ola bilərsiniz, izləyə bilərsiniz. Müntəzəm olaraq paylaşımlar edirəm Telegram kanalında və bunun müzakirə qrupu da var. Burada daxil olursunuz və müzakirə qrupumuzda da iştirak edirsiniz. Hər birinizi gözləyirəm, linki şərhlərdə olacaq. Gəlin videoya keçək. Bugünkü videoda sizlərə yeni bir səhm tanıtım edəcəm dostlar. Səhmimizin adı Plug Power. Gördüyünüz kimi açılış öncəsi 15% dəyər etkisi ilə üzləşmişik. Bunun səbəbini hələ ki dəqiq bilmirəm. Bu aralar bazar stabil deyil, qeyri-stabil vəziyyətdədir. Yəqin səbəbi bundan qaynaqlanır. Gəlin bunun bir texniki analizinə baxaq. Gördüyünüz kimi şirkətin deməli RSI dərəcəsi bazar açılandan sonra 1.80 səviyyələrində qalarsa ən dibə düşəcək, yəni çox satılmış nöqtəyə düşəcək. Dəstəkdən qalxa bilər əgər bazar bu gün özünü toparlarsa, yəni Nasdaqdan söhbət gedib. Gəlin maliyyə hesabatlarına baxaq. Gördüyünüz kimi şirkətin maliyyə hesabatları o qədər də ürək açan deyil. Bəli, amma şirkət demək olar 3 ayda əksər böyük zərərləri hardasa qarşılamağa çalışıb dostlar. Yəni əvvəlkinə baxanda biraz müsbətdir nəticəsi. Şirkətin qısa məzmununda bu şirkəti niyə seçdiyimi sizlərə bildirəcəm dostlar. Baxın, gördüyünüz kimi şirkətin gəlirləri deməli toplam 4 rübdə, yəni 2026-cı ilin 3-cü rübünə qədər artım tempindədir demək olar. Birinci rübdə biraz eniş, ondan sonraki artım tempindədir və həmçinin 2028-ci ildə maliyyə hesabatında 1 milyard dollardan çox qazanc gözlənilir dostlar şirkətin. Bundan əvvəlki hesabatlarda şirkətin qazancı aşağı olub. Bunu sizlərə deyəcəm. İlk öncə deyim dostlar, bu şirkət riskli kateqoriyasına aid olan bir şirkətdir. Lakin niyə tanıtım edirəm? Bunları sizə deyəcəm. Deməli, şirkət haqqında məlumatlardır. Belə dostlar. Deməli, şirkətimiz Plug Power 1997-ci ildə ABŞ-da qurulub və əsas fəaliyyət sahəsi hidrogen yanacaq hüceyrələri və elektrolizer sistemləridir. Baş qərargahı New York ştatındadır. Deməli, missiyası budur ki, yaşıl hidrogen ekosistemini istehsaldan istifadə mərhələsinə qədər integral olaraq qurmaq. Yəni, məhsul saxlama, daşıma və istifadə mərhələlərini əhatə etmək. Yəni, dostlar, hidrogen enerjisi sahəsində fəaliyyət göstərir. Hidrogen yanacaq hüceyrələri və hidrogen sistemləri qurmaq. Hidrogen istehsalı üçün suyun elektrolizi texnologiyası və şirkət artıq bu istiqamətdə genişlənir. Deməli, Plug Power deməli ambarlarda forkliftlər üçün hidrogenlə işləyən sistemlər üzərində işləyir. Deməli hidrogeni fokuslanmaların əsas cəhəti budur ki, dostlar, yaşıl enerji üzrə işləmək istəyirlər. Çünki ABŞ-da və Avropada, digər inkişaf etmiş ölkələrdə yaşıl enerji üzərinə şirkətlərə daha çox dəstəyi var, daha çox yardımlar var, həm dövlət dəstəyi, həm də insanlar yaşıl enerjini daha çox artıq həyatda istifadə etməyə başlayıblar. Yəni bu reallıqdır. Dayanıqlı enerji və stasionar güc sistemləri hidrogen yanacaq hüceyrələrinə ehtiyat güc mənbəyi və ya əsas enerji mənbəyi kimi istifadə edilə bilər. Yeni istiqamət data center, yəni məlumat mərkəzləri qurmaq, backup yan güc kimi hidrogen sistemlərinin istifadə edilməsi, yəni hidrogen sistemlərinin istifadəsini üçün artıq məlumat mərkəzləri, yəni artıq bir tərəfdən süni intellektə də bağlamaq istəyirlər şirkəti. Plug Power Britaniyada 55 meqavatlıq elektrolizer təchizatı müqaviləsi əldə edib, 3 ayrı layihə üzrə bunu əldə edib. Şirkət aktiv satışları və likvidlik artırmaq üçün layihələr açıqlayıb, 275 milyon dollar likvidlik artırması planı rəhbərlikdə dəyişik olub, CEO və gələcək CEO planları haqqında dəyişikliklər olub yaxınlarda. Maliyyə vəziyyəti 2025-ci ilin 3-cü rübündə təqdim edilmiş göstəricidə tənzimlənmiş deməli səhm başına zərər -0,13 idi keçən eyni dövrdə, hal-hazırda -0,23. Bəli, buna baxanda hal-hazırda zərər biraz artıb. Bunun səbəbini deyəcəm dostlar sizlərə. Şirkət gəlir əldə etsə də xalis mənfəətə keçməyib və cash burn hələ də aktiv məsələdədir. Yəni pul xərcləyirlər, ancaq hələ də mənfəət, yəni xalis qazanc qazana bilmirlər. Borclar və aktivlər dostlar 5-6 milyard dollar səviyyəsindədir. Yəni şirkətin borcu 600 milyon səviyyəsində olsa belə, şirkətin uzun müddətli aktivləri 6 milyard dollar səviyyəsindədir. Buna görə bu şirkətin hardasa, yəni dostlar, riski biraz azalır digər şirkətlərə. Yəni əsasən yeni deməli bazara girmiş, yeni səhm bazarına girmiş və yaxud yeni texnologiyalar üzərində, yəni hidrogen, uçan maşınlar, lidar texnologiyası,
və sairə və sairə bunun kimi şirkətlərdə, yəni yenilik tətbiq etmək istəyən şirkətlərdə zərərlər çox olur və büdcə çatmır zərərləri idarə etməyə. Amma bu şirkətin bir üstünlüyü budur ki, büdcəni idarə etmək üçün pulları var dostlar. Kasalarında əhəmiyyətli dərəcədə pul var bu borcları idarə etmək üçün. Güclü tərəfləri budur ki, hidrogen sektoru hələ də inkişaf mərhələsindədir. Bəli, hələ də hidrogen deməli hidrogendən istifadə o qədər geniş yayılmayıb, nə maşınlar üzrə, nə təyyarələr və s. Yəni ümumiyyətlə bütün sektorlar üzrə hidrogendən istifadə hələ də geniş yayılmayıb. Bu şirkət bunu tətbiq edən yeni şirkətlərdəndir. Müxtəlif tətbiq sahələri var. Həm anbar sistemi, həm elektrolizer, həm stasionar enerji. Son zamanlarda likvidliyi artırma planları və strateji bazar genişlənməsi olub. Zəif tərəflər və risklər hələ mənfəətə keçməyib. Bu investorlar üçün narahatlıqdır. Yəni qiymətin bu qədər ucuz olması təbii olaraq mənfəətə keçməməsinin nəticəsindədir. Ona görə də arada bir düşüşlər olur müəyyən qədər və artışlar da olur. Bu həm mənfəətə keçməməsi üçün də, həm də volatillik çoxdur səhmdə, çünki kiçik səhmdir. Yəni xərcləri yüksəkdir. Niyə? Çünki hidrogen enerjisi yeni tətbiq edilən bir sektordur, hidrogen sektoru. Yəni davamlı olaraq tətbiq olunan bir sahə deyil. Ona görə də xərclər çoxdur. Təbii olaraq araşdırmalar və s. çox pullar aparır. Hökumət dəstəyi var, subsidiya və enerji siyasəti kimi xarici faktorlar bu sənayeyi gücləndirir. Dediyim kimi Avropa və Amerikada buna maraq çoxdur, yaşıl enerjiyə bu dəyişməsi risk yaradır. Yəni ola bilər hökumət sabah birisi gün deyər ki, biz yaşıl enerji. Bu mümkün olan bir şey deyil dostlar. Niyə? Çünki yaşıl enerji gələcəyimizdir. Yəni sabah birisi gün neftdir, qazdır, deməli bir çox məsələn kömürdür, bir çox yanacaq enerji vasitələri artıq istifadəsi çox azalacaq. İlk olaraq bitəcək. Çünki 100 illərdir bunları istifadə edirik bəziləri. Məsələn kömürü neçə 100 ildir istifadə edirik. Həmçinin qazı 100 illərdir istifadə edirik. 100 illərdir deyəndə təxmini yəqin ki, bir maksimum 2 əsrdir istifadə edirik və digər neft və s. bir əsrdir demək olar istifadə edirik. Yəni bunlar davamlı istifadə nəticəsində bitəcəklər və bizə yaşıl enerji və bitməyən enerji lazım olacaq. Ona görə də yaşıl enerjiyə maraq böyüdür. Böyük layihələr ABŞ və Avropada yaşıl hidrogen istehsal zavodlarının qurulması və bu zavodlar üçün milyardlarla pullar lazımdır dostlar. Ona görə də şirkət borclarının belə olması və zərərlərinin olması bununla əlaqədardır dostlar. Bayaq demişdim, səbəbini deyəcəm. Çünki şirkət zavodlara milyardlarla pullar yatırım edir dostlar. Yeni tətbiq sahəsi, data mərkəzləri və yüksək güc tələb edən sahələr üçün hidrogen həlləri və əgər şirkət xərclərini nəzarətə götürər və layihələr plan üzrə idarə edə bilsə, hidrogen enerjisi dalğasına faydalana bilər. Bəli dostlar, əsas məqam budur. Şirkət hidrogen enerjisində olan layihələri düzgün idarə etsə, bu şirkətin $2 bu idarənin müsbət nəticələnməsi nəticəsində 200-300 dollarlara qədər gələ bilər. Çünki şirkətin tətbiq etdiyi sahə, tətbiq olunduğu sektor yenidir. Yəni düzdür biz çoxdan da eşidirik, amma tətbiq olunması yenidir, bəli. Ona görə də şirkətin gələcəyi mühümdür dostlar. Şirkətə yatırım etmək olar, riskləri var, bəli, başa düşürəm, amma müəyyən dərəcədə büdcənizi nəzərə alaraq bu şirkətə yer vermənizi tövsiyə edirəm. Yatırım etmə və etməmək sizin qərarınızdır, bu öz yerində. Lakin şirkətin gələcəyi düzgün idarə olunmaqla böyük ola bilər. Bu gün bu qədər dostlar. Video bəyəndinizsə like edə bilərsiniz, kanala bəyəndinizsə abunə ola bilərsiniz. Sağ olun, qalın, gələcək videolarda görüşərik.